Bir şagird müəlliminə yaxınlaşıb deyir, mənə yaxşı qiymət yazın. Müəllim cavab verir, yaxşı oxu ki, yaxşı qiymət yazım. Şagird isə israrla deyir, yox, siz yaxşı qiymət yazın ki, oxumağa motivasiyam olsun. Bu dialoq bir çoxumuzun içində baş verən prosesi əks etdirir. Bir çox motivasiyanı daxildən deyil, xaricdən gözləyirik. Sanki enerjimizin açarını başqasının cibinə qoymuşuq. Psixologiyada buna xarici motivasiya asılılığı deyirlər. Edward Deçe və Richard Ryan'ın özünü müəyyənləşdirmə nəzəriyyəsinə görə insan davranışları iki əsas motivasiyaya əsaslanır. Xarici və daxili. Xarici motivasiya mükafat, tərif, sosial qəbul və ya qorxu əsasında formalaşır. Daxili motivasiya isə maraq, mənalı məqsəd və şəxsi dəyərlərlə idarə olunur. Məsələn, bir uşağın dərsi müəllimin bəyənməsi üçün oxuması xarici motivasiyadır. Amma uşağın məqsədi öyrənmək, kəşf etmək, anlamaqdırsa, bu daxili motivasiyadır. Araşdırmalar göstərir ki, daxili motivasiya ilə hərəkət edənlər daha uzun müddətli nəticələr əldə edir, daha az yorulur, daha çox psixoloji məmnuniyyət yaşayırlar. Leonardo da Vinci'ni, Sokratı və ya Nizami Gəncəvini motivasiya edən əsasən daxili enerjidir. Onlar anlamaq, yaratmaq, dərk etmək istəyirdilər. Tesla'nın həyatının çox hissəsi yoxsul keçirdi, amma dayanmadan təcrübələr aparırdı. Uşaqlıqda eşidilən ağıllı ol, səni sevsinlər şəklindəki təlqinlər insanın zehnində dəyər bərabərdir, təsdiq assosiasiyasını yaradır. Cəmiyyət dəyər fərdi potensialdan çox bəyənilməyə görə ölçdüyü üçün xroniki öz-dəyər çatışmazlığı yaranır. Nəticədə insan öz dəyərini özündən deyil, başqasının reaksiyasından götürür və kim olduğunu başqalarının baxışı ilə təyin etməyə başlayır. Belə bir zehniyyətin 4 təbəqəsi var. Birincisi inanclardır. Məni başqası dəyərləndirməsə, mən dəyərli deyiləm. İkincisi dəyərlərdir. Zehin qəbul olunmağı və diqqət çəkməyi vacib hesab edir. Üçüncüsü kimlikdir. Mənim var olmağım kiminsə məni görməsindən asılıdır. Dördüncüsü düşüncə strategiyasıdır. Əvvəl tərif, sonra hərəkət. Bu strukturda insan reaktiv varlıq kimi yaşayır. Yəni həyatın gedişatı onu hərəkət etdirir. O öz həyatını idarə etmir. İndi özünə bu sualı verə bilərsən. Əgər heç kim səni görməsə, sən yenə bu yolu gedərsənmi? Motivasiya yalnız xarici təsdiqlə qidalanırsa, təsdiq kəsiləndə fəaliyyət dayanar. Epiktet deyirdi ki, səni narahat edən şeylər hadisələr deyil, hadisələr barədəki düşüncələrindir. Motivasiya da belədir. Səni hərəkət etdirən şey başqasının sözləri deyil, sənin o sözlərə verdiyin mənadır. Şuuraltı açarlar adlı NAT dəyişim kampaniyası daxili motivasiyanın kodlarını açmaq istəyənlər və özlərini dəyişimə hazır hiss edənlər üçündür. 16 fevralda başlayırıq, əyani və onlayn qoşulmaq mümkündür. Unutmayın ki, motivasiya gözləyən insan hələ qərar verməyib, sadəcə icazə axtarır. Fikirləriniz çox dəyərlidir.